Hər kəsə salam. Bu gün sizi dünyanın ən hündür zirvəsinə, Everest dağına səyahətə aparıram. Bu heyrətamiz dağ təkcə alpinistlərin yox, həm də macəra axtaranların xəyalıdır. Gəlin bu sirli zirvənin tarixçəsini, coğrafiyasını və ən maraqlı faktlarını birlikdə öyrənək. Amma ilk öncə videoyu bəyənib kanalıma abunə olun. Everest. Himalay dağ silsiləsində yerləşir. Nepal və Çin sərhəddindədir. Hündürlüyü 8848 metr. Yerli dildə adı Sagarmatha, Tibet dilində Chomolungma. Dünyanın anası. İngilis adı isə 19-cu əsrdə Britaniyalı coğrafiyaçı George Everestin şərəfinə verilib. (1865-ci ildə İngilis coğrafiyaçısı Andre Walsh dağın zirvəsinə George Everestin şərəfinə Everest adını vermişdir. O dövrdə George Everest Hindistanda İngilis koloniyası idarəsinin başında olan və bölgədəki xəritə işlərini idarə edən şəxs idi. İlk dəfə 1953-cü ildə Edmund Hillary və Tenzing Norgay tərəfindən fəth olunub. O dövrdə texnika və hava proqnozları bu qədər inkişaf etməmişdi. Bu, böyük uğur sayılırdı. O gündən bu günə minlərlə insan zirvəyə çıxmağa çalışıb, bəziləri uğur qazanıb, bəziləri isə təəssüf ki, həyatını itirib. Everestə qalxmaq olduqca risklidir. Temperatur -40 dərəcəyə qədər düşə bilər. Ən təhlükəli hissələrdən biri ölüm zonası. (8000 metrdən yuxarı). Orada oksigen çox azdır. Alpinistlər üçün oksigen balonları, xüsusi geyimlər və təlimlər vacibdir. Dağda qar uçqunu, soyuq yanığı, hipoksiya və güclü küləklər alpinistlərin ən böyük düşmənidir. Şerpa xalqı Himalay dağlarında yaşayan yerli əhalidir. Onlar Everest ekspedisiyalarında bələdçi, daşıyıcı və xilas etmə işlərində əsas rol oynayır. Yürüyüşlərə uyğunlaşdıqları üçün bu şərtlərdə daha rahat hərəkət edirlər. Bir çox şerpa dəfələrlə zirvəyə çıxaraq rekordlar qırıb. Məsələn, Kami Rita Sherpa 28 dəfə Everestdə qalxıb. Everestdə mobil siqnal və Wi-Fi var. (2005-ci ildə helikopterlə Everestin zirvəsinə endilər. Bu tarixdə ilk idi.
ən gec zirvəyə qalxan 13 yaşlı Amerikalı Jordan Romero. Ən yaşlı alpinist Yuichiro Miura 80 yaşında Everestə çıxdı. Hər il təxminən 300 nəfər zirvəyə çıxır. Bu arada dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan ilk Azərbaycanlı İsrafil Aşurludur. Ey İşrək, digər, İsmav, Dicəmur, Şirin, Qarabağ, Azərbaycandır. Şəhidlər ölməz, vətən bölünməz. Azərbaycan, irəli. O, 2007-ci ildə Everestə qalxan ilk Azərbaycanlı alpinist olub. İlk dəfə Azərbaycan bayrağını həmcə zirvədə dalğalandırıb. Dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan ilk Azərbaycanlı qadın isə Elmira Aslanovadır. O, 2023-cü ildə bu möhtəşəm fəthini həyata keçirərək tarixə adını yazdırıb. Bu möhtəşəm nailiyyət həm də Elmira Aslanovanın şəxsi əmzimkarlığını, həm də Azərbaycan qadının gücünü və iradəsini simvolizə edir. Onun bu uğuru alpinizm sahəsindəki digər qadınlara ilham verə bilər. Everest bu təkcə bir dağ deyil, insan iradəsinin və macəra ruhunun simvoludur. Oraya çıxmaq hər kəsin arzusu ola bilər. Amma bunun üçün ciddi hazırlıq və fədakarlıq lazımdır. Əgər bir gün siz də zirvəyə çatmaq istəyirsinizsə, bu yolda addımlarınızı düzgün atın. Bu videonu bəyəndinizsə, daha çox belə mövzular üçün kanalımıza abunə olmağı unutmayın və şərhlərdə fikirlərinizi paylaşın. Sağ olun, salamat qalın. Thank you.